Həmçinin Ramazan ayı qardaşım, tərbiyə ayıdır. İnsan öz nəfsini tərbiyələndirir. Allahdan qorxması üçün, təqvalı olması üçün özünü tərbiyələndirir. Oruç tutmaqla ayədə keçdiyi kimi, Bəqərə surəsindəki ayədə Allah-u Teala buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilər oruç tutmaq fərz edildiyi kimi, sizə də fərz edildi ki, Allahdan qorxasınız, təqvalı olasınız. Təqva da nədir? Təqva bir qulun özü ilə Rəbb arasında bir sipər qurmasıdır. Allahın əzabından qorunması üçün. Düzdürmü? Bu təqva nədən ibarətdir? Vacib əməlləri yerinə getirib, haramlardan çəkinməklə insan özü ilə Rəbb arasında nə qurub? Sipər qurub. Yəni, Rəbbinin əzabı, qəzəbi arasında bir sipər qurub qalxan tutub. Hədisdə də keçir ki, Allah Rəsulü buyurur sallallahu aleyhi və səlləm, kim yalan danışmağı, ona əməl etməyi tərk etməzsə, yeməyini, içməyini, yəni tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur. Deməli, qardaşlar, oruç tutmaq təhsə mədənin boş olması deyil. Oruç tutmaq günahlardan uzaq düşməklə olur. İnsanın dilidir, qulağıdır, gözləri gərək haramdan uzaq olsun. Bax, bu həqiqi oruçdanlardır. Ömər ibn Abdüləziz deyir ki, Allah ondan razı olsun. Deyir, Allahdan qorxmaq gündüzləri oruç tutmaqdan ibarət deyil. Yəni, təkcə bu deyil. Və ya gecələri qiyamda keçirməkdən ibarət deyil. Deyir, وَلَكِنْ تَقْوَ اللّٰهِ Lakin Allahdan qorxmaq, təqva, Allahın haram etdiyi şeyləri tərk edib, fərz etdiyi şeyləri yerinə getirməkdir. Kim bundan sonra bir xeyirlə ruzilənərsə, onun üçün xeyir üzərinə xeyir olar. Deməli, insan Allahdan qorxarsa, yəni, vacib əməlləri yerinə getirib, haram etdiyi şeylərdən çəkinərsə, vallahi xeyirlə mükafatlanar və belədirsə xeyir üzərinə xeyri gələcək, xəbər olsun. Çünki salih əməllər özündən sonra xeyir gətirdiyi kimi, salih əməl gətirdiyi kimi, günahlar da özündən sonra nə qoyur? Günah qoyur. Yəni, insan bir günah edəndə, tövbə eləmək dalıca nə gəlir? Yeni bir günah gəlir. Bax, günah edə gedir. Bu artıq nədir? Yəni, zülmət üzərinə bir zülmət. Lakin xeyir üzərinə xeyir nədir? İnsan salih əməl edir və bundan sonra Allah yeni bir salih əmələ müvəffəq edir. Yenə edir. Yəni, Allah salih əmələ müvəffəq edir. Allah bizi o bəndələrdən eləsin.